mənim ismim Ruslan Bobovik. Mən də Xalqara məktəbi 8-ci sinif oxucusuman. Mən 2 mərtəbə stipendiya aldım. Buna mən matematikaçı, angliskiçi ustazlarım qədlərdən bəridir. Mən onlara rəhmət edirəm. Birinci mərtəbə bu məktəbə gələndə hüquq fənləri, tarix haqqında qızğardım. Lakin mən bu məktəbə gətirib matematikaçı həm də angliski ustazlarımın motivasiyası, podderjkasını görüb IT işini özgərdim. İndi IT işini başlayıram. Bu məktəbdə 50%-dan çox dərslərimiz IT, matematikaya ixtisaslaşdırılır. Şu üçün mən bu professiyonu tanladım. Əvvəl bu məktəbə gəlməsindən əldən mən matematikada mümkün zora məsələn, angliskidə mümkün zora məsələn mən angliskidə beginner dərəcəsinə çıxamaya vaxtım azca intermediate qruppada IELTS mock testdən 6 aldım. Necə angliskini tələqələmin səbəbi mən çət məmləkətlərə çıxıb oxuyub gələcək mən haqlanan IT professiya üçün angliskini öyrənişdim. Sən qalsam soruların duruşunu həmin bir teamwork atıb birlikdə mən işləşimiz zor. Ustazların motivasiyası bilən bir hərəkətlərdən biri tutdu. Çünki az bu məktəbə ötkənimin səbəbi mən bir də özümü yaxşılara his qılaman, uверен bolan etkin işlərimi. Neçə ustazlarım, dostlarım очень дружны. Həmə bu həyatda bir-birinə dost bolsan, həməyə rəhmət.